Kəsmik ilə hazırlanan ponçik reseptini bugün sizlərlə bölüşəcəm. İlk olaraq bir qab götürüb içərisinə kəsmik, yumurta, şəkər tozu, şəkərli vanil və qabartma tozunu əlavə edib yaxşıca əzirik. Siz istəsəz blenderdən də keçirdə bilərsiniz. Daha sonra un əlavə edib xəmirimizi yoğururuq. Hazır olan xəmirimizi balaca kündələrə bölürük. Və isidilmiş yağda üzü qızarana qədər bişiririk. Çox dadlı, çox ləzzətli olur. Uşaqlar üçün çox faydalıdır. Buyurub siz də hazırlayın. Hazırlayıb yeyən hər kəsə nuş olsun. Videonu bəyənib rəy yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.